Salam değerli izləyicilər, mən Leyla Xəlizadə. Bu gün sizə blok 2-ci qrup üzrə coğrafiya fənninə düşən sınaq suallarının izahını verəcəm. Baxırıq birinci suala. Bizə deyir ki, sahillər iç okean suları ilə əhatə olunan ölkələri müəyyən edin. Diqqətli oluruq, xüsusi olaraq elə ölkə götürməliyik ki, bu ölkənin bir iç okeana çıxışı olsun. Variantlara baxaq. Yaponiya ancaq Sakit okeana, ona görə A ola bilməz. B variantında Braziliya ancaq Atlantik okeanına, B ola bilməz. C variantında Böyük Britaniya ancaq Atlantikə çıxışı var. D variantında Fransa ancaq Atlantikə çıxışı var. Doğru cavabım Y variantı olacaq. Niyə? Meksikanın iç okeanı Sakit və Atlantikə, Avstraliyanın Hind və Sakitə, Kolumbiyanın da Hind və üzr istəyirəm, Kolumbiya isə Sakit və Atlantik okeanına çıxışı var. İkiyə baxırıq. Araz və Kür çayına birbaşa tökülən çaylar. Diqqətlə baxaq. Xüsusi olaraq bu testə baxanda diqqətli olun, ən yaxşı hansını bilirsiniz. Mən xüsusi olaraq burada sizə ipucu kimi Kür çayını götürəcəm. Kür çayına tökülənlərə baxaq. İkinci hissə A variantı. Həkəri verib. Həkəri Kürə tökülməz. Ona görə A getdi. B-yə baxaq. 2-də Kiş çay. Kiş çay deməli töküləcək əyri çay. Ona görə deməli 2 də ola bilməz. C variantında Araz bəli Kürə tökülür. Əyri çay Kürə tökülməz. Bu da getdi. Sonra D variantında Köndələn çay bəli Köndələn çay Araza tökülür. Bu da ola bilməz. Doğru cavab Y variantı qalacaq. Yenə yoxlayaq. Tərtər Araza, Tərtər Kürə, Şəmkir Kürə, Akstafa çayı da Kürə. 2 özünü təsdiqlədi. Birə baxaq. Arpa çay Naxçıvan ərazisinə, Köndələn çay və Oxuz çay. Bəli, doğru cavab Y variantı olacaq. Üçüncü suala baxırıq. Azərbaycanda yarımsəhra, quru, çöl iqlimində formalaşan torpaq tiplərini müəyyən edir. Yarımsəhra quru çöl deyirsə, burada rütubətlənmə əmsalı birdən kiçik olacaq. Əsasən quraq iqlim olduğu üçün struktursuz torpaqlar, daha doğrusu əkinə yararsız. Bozlar harda varsa boz götürür. Boz, deməli boz qonur, boz çəmən. Deməli doğru cavab 2, 5, 7. C variantı özünü təsdiqlədi. Keçdik 4-cü suala. 4-cü sualda məsələdir. Piramida verib bizə. Piramidada nəyə diqqət edin? Hər zaman burada ilə baxırıq. Bu ilə. Bir də piramidada olan baxın bu problemi görürsünüzmü? Bu hissələrdə artıq anormallıq özünü göstərəcək. Bizə deyir ki, bu piramidaya əsasən 1-ci sinifə qəbul üzrə problem neçənci illərdə olub? Qəbulu da verib 6 yaşdandır. Deməli, həmin uşaqlar 15-19, deməli 15-19 yaşları var. Bunlar 6 yaşdan məktəbə getməlidirlər. Görək 15-dən bir dəfə bu 6-nı çıxırıq. Sonra 19-dan da bir dəfə 6-nı çıxırıq. Baxaq cavablarımıza. Burada eləyəcək cavab 13. Hal-hazırda uşaqların 13 yaşı var. Burada da eləyəcək 9. İndi baxırıq. Baxın, deməli bu uşağın 9, bunun 13 yaşı varsa 2012 idi hal-hazırdakı il. Görə bunlar nə vaxtdan adam oldular? 2012-dən bir dəfə mən 9 çıxaram. 2012-dən bir dəfə də mən 13 çıxaram. Doğru cavabım eləyəcək Y variantı. Sonra baxdıq 5-ci sual uyğunluğu müəyyən edir. Bizə verib immiqrasiya. İmmiqrasiya deyəndə inkişaf etmiş ölkədir. Emiqrasiya deyəndə inkişaf etməkdə olan ölkə. Emiqrasiya ölkədən gedəndir. İmmiqrasiya ölkəyə daxil olanlardır. Mən bir üçün inkişaf etmişləri götürürüm. Məsələn, A-nı, Belçikanı, İtaliyanı, bir də Avstraliyanı. Birə A sığdığını versək, mənim doğru cavabım artıq B variantı olacaq. 6-ya baxırıq. 6-da məsələdir. Ölkədə işsizlik 20%, iqtisad cəhətdən fəal əhalinin sayı 40 milyon nəfərdir. Ölkədə əmək qabiliyyəti əhalinin sayını tapın. Biz belə eləyək. Əhali, deməli, ölkədə əhali budur. Bir var fəal əhali, fəal yəni işləyəni. Bir də var işsizlər. Nə verib artıq biz bunu yerinə qoyub yazacağıq. Deməli, mən işsizləri götürəcəm, onun verdiyi kimi. İşsizlər 20%, yazıram, bu 20%-dir, faiz olaraq. Bu isə fəal əhali isə 40 milyondur. Eləmi? 40 milyondur. İndi nəyə diqqət eləyək? Bizdən əmək qabiliyyətli əhalinin sayını istəyir. Əmək qabiliyyətli əhalinin sayı. Yəni, bunu nəzərdə tutub. Nə eləyək? Bu 20% işsizsə 40 milyon neçə faizim deməkdir. Bura 20-sə, bura avtomatik bilirəm 80%-dir. Düzdür? Bura 80%-dir. Deyirəm ki, mənim 40 milyonum 80%-dirsə, görüm 100%-im nə qədərdir? 100%-im nə qədər? Bunda tənasibə verəndə 40-ı vururam 100-ə, bölürəm 80-ə. Bu da eləyir cavabım 50 milyon. Doğru cavabım 50 milyon. Baxaq, variant olaraq özünü harada təsdiqləyəcək, hansı variantda. Aha, deməli, 50 milyon tapmışamsa, doğru cavabım olacaq D variantı. Daha doğrusu 50 min. 7-yə baxaq.
Eroziya basisi körfəz olan çaylar. Eroziya basisi körfəz olan çaylar. Yəni eroziya basisi bizə deyəndə onun töküldüyü yer, yəni mənsəb töküldüyü yer. Körfəz olan maraqdır. A variantında Nili bilirik. Baxan kimi bilirik ki, bu Aralı dənizə tökülür. Deməli dənizə tökülür. Olmaz. B-də doğru cavab olacaq. Baxaq niyə? Kolorado çayı Kaliforniya körfəzinə. Niger 4 yarımkürədə yerləşən Qvineya körfəzinə, Mississippi Rio Grande isə Meksika körfəzinə tökülür. C niyə olmaz? Məsələn, Reyn dənizə tökülür, Kongo okeana tökülür, Visla da dənizə tökülür. Ona görə doğru cavabı B variantı oldu. Sonra 8-ci suala baxırıq. Cədvəl verib, düzgün olanları istəyir. Ümumiyyətlə testə baxanda diqqətli olun onun şərtinə. Ola bilər bizdən düzgün olmayanı istəyə bilər. Baxaq, dağ tundra, boz çəmən, yarım səhra, cünnüt qapçıq. İndi baxın, dağ tundra hara, yarım səhra ora. Ona görə bu mümkün deyil. Sonra 2-yə baxırıq, mülayim isti dağ sarı, dağ çəmən, zaqatan lac. Bu sarı dediksə biz ancaq cənub zonasını götürə bilər, Lənkəran Astara bölgəsini götürə bilər. Ona görə bu burada səhv budur. 3-ə baxırıq. Soyuğu verib dağ çəmən, Subav, Ağ çəmən nəzərdə tutulur. Bu da Nival düzgün. Amma Talış dağlarında soyuq iqlim ümumiyyətlə yoxdur. Ona görə də mən Talış zonasında ancaq isti iqlim var. Naxçıvanda da deməli isti yoxdur. Yeri gəlmişəm, bunu da qeyd edib. 4-ə baxaq. Mülayim istidə qonur dağ meşə, Acınohur. Acınohur Ceylançol Bednətdir, quraq yerdir. Burada biz dağ meşədən söhbət gedə bilməz. 5-ə baxırıq. Avtomatik mənim doğru cavabım 5 olacaq. Y variantı. Niyə? Mülayim isti çəmən meşə, düzən meşə. Çəmənlikdə meşə introzonal landşaftdır. Yeraltı suların səthə çıxması nəticəsində yaranır. Bu da Qanı xəritçaya uyğun gəlir. Doğru cavabım D variantı. Baxaq Euler Venn diaqramına. Şimali Amerikanı verib. Bizdə daha doğrusu Afrikanın şimalını verib, bir də Afrikanın cənubunu verib. Bu tip testlər rahatlıqla işləmək olur, çünki variantlar bizə yardım edəcək. A variantı Atlantik okeanın suları ilə yuyulur. Atlantik okeanın suları ilə yuyulan hər ikisidir. Yəni 3-ə verirəm A-nı. Mən 3-ə A-nı vermişəmsə, demək olar mən nə A-ya baxıram, nə E-yə baxıram, nə də D-yə. Mənə kömək olur. Bu ilə C variantı. Baxdıq. İyunda tropik hava kütləsinə məruz qalır. İyunda, yəni yay ayında tropik aşağıdan gedirsə, çünki bunlar subtropikə düşür. Həm şimalı, həm də cənubi subtropik keçid iqlim qurşağına düşür. Ona görə iyunda şimalı yaydır, B variantını 1-ə verirəm. Sonra C variantı. İndi diqqətli olun, testin işləmə qaydasına baxın. Bu ilə C hər ikisində var. Deməli C də 1-ə aiddir, yoxlayaq. Materikin ən uzun çayın deltası burada yerləşir. Bəli, çünki Nil çayı burada yerləşir, Aralıq dənizinə tökülür. Bu ilə C-ni bura verdik. Gəlin gedək, biz Y-ni hara verək? Daha doğrusu D-ni. Şərq sahilindən keçən isti cəryanlar var. Şərq sahilinə cənuba verəcəm. Misal üçün Mozambik 2-yə verdim mən D-ni. Avtomatik onsuz da burada D variantı var idi. E. Ərazisinə Kalaxar çökəkliyi yerləşir. Kalaxar da bilirəm ki, Afrikanın cənubunda olacaq. Cənub deyirsə 2-yə Y ilə deyil. Mənim artıq cavabım özünü göstərdi. Doğru cavabım C variantı olacaq. Baxaq, deməli 10-cu suala baxırıq. 10-cu sualda Hind Atlantik okeanları üçün ümumi olan əlamət. Baxaq, hər ikisi şimal buzlu okean su mübadiləsinə malikdir. Hind okeanı ümumiyyətlə Atlantik okeana heç bir çıxışı yoxdur. Ona görə harada bir varsa biz həmin variantlarda imtina edirik. 2-yə baxırıq. 2 deyir ki, Antarktida və Avstraliyanın sahillərini yuyurlar. Bəli, hər ikisi yuyur. Ona görə mən 2-ni götürəcəm. 2 olan variantlara diqqət edin. C variantda getdi. Baxırıq 3-ə. Amerika qitəsinin sahillərini yuyurlar. Hind okeanı Amerikanın sahilini yumaz. Ona görə 3 getdi. Mənim avtomatik cavabım çıxır B variantı. 2, 4, 6. Hər ikisi qərb külələri cəryanından keçir. Bəli, Hind okeanından qərb külələri cəryanının deməli qolu qərbi Avstraliya deyə bilərəm. Sonra Atlantik okeanından da Falkland cəryanı deyə bilərik. Sonra deməli Bengal cəryanı da deyə bilərik. Doğru cavabı B variantı özünü göstərəcək. 11-ci sual. 11-ci suala baxaq. Deməli, bizə deyir ki, ekvator üzərində, ekvator, gəlin bu hissəni silin, biz artıq bunu rahat görə bilək. Bizə deyir ki, ekvator üzərində, ümumiyyətlə məsələləri işləyərkən çalışın şəkillərini çəkin ki, daha rahat məqsədə çata bilək. Bizə deyir, ekvator üzərindən, gəlin çəkək ekvator üzərindən, 150 şərq uzunluğunda, gəlin, bu da olsun mənim 150 şərq uzunluğum, deyir, bu hissədən, deməli 9435 yəni 9435 kilometr şərqə, yəni bu istiqamətə hərəkət edirik. Biz də belə ekvatorda bir dərəcə qövsüm uzunluğu 111,3-dür. Məsələləri 111 istifadə edirik. 9435-i 111-ə böləndə eləyir cavab 85 dərəcə. Deməli 85 dərəcə 150-də dayanıb 85 dərəcə mən bu istiqamətə gedəndə
85. Görək hara çatırıq biz. Deməli, biz bilirik ki, normal 180 olur da bu hissə. Normal 180 olur bu hissə. 150 ilə 180 arasında 30 dərəcə var. Bunların arasında deməli 30 dərəcə var. Mən 85-in 30'unu burada getmişəmsə, yerdə qaldı nə? 55 dərəcə. 180-dən 55 dərəcə, mən artıq qərb yarımkürəsindəyəm də, düzdür? İçəriyə doğru gedən 180-dən 55 çıxanda eləyir 125 dərəcə. 125 dərəcə. Deməli, doğru cavabım ekvator xətti boyunca hərəkət etmişəm, dəyişməyib. 125 qərb uzunluğuna çatmışam. Deməli, mənim yarımkürəm dəyişdi. Baxırıq 12-ci suala. Mənə deyir ki, Kongo və Kanada meşələrinə xas olan müvafiq xüsusiyyətləri müəyyən edir. Kongo çayı bilir Afrika materikindədir. Afrika materikində yerləşib 3 yarımkürədədir. Kanada deməli daha doğrusu Kongo meşələrini bizdə istəyir. Kongo cənub meşə qurşağına düşür, Kanada isə şimal meşə qurşağına düşür. Baxaq. Meşələrin cənub hissəsi daha çox antropogen təsirə məruz qalır. Antropogen, yəni insan fəaliyyətinin təsirinə məruz qalır. Əlbəttə ki, Kanadanı verəcəm. Deməli, mən 2-yə verirəm 1-i, bunun üstünə qeyd edəcəm. Bu hissəni silək, qarışıqlıq düşməsin. Aha. Deməli, 2-yə verirəm 1-i, sonra illik yağıntının miqdarı 2000-3000 mm. Əlbəttə, bu ekvator iqlim qurşağı üçün xarakter, yəni Kongo meşələrinə. Sonra əsasən qonur, qəhvəyi pazol torpaqlar üzərində formalaşmışdır. Bunu da verirəm Kanadaya. Pazol torpaqlar tayqa meşələrində özünü göstərəcək, iynə yarpaqlı meşələrdə. Sonra sutkalıq və lik temperatur amplitudu ən az olduğu iqlim yarım tipində ən az ekvatorialdır. Ekvatorial. Ona görə də ekvatoriallar Kongo yerləşir. 2-yə verirəm 4-ü. Sonra ölkənin şimalında olan meşələrdə yağıntının xeyləsi sublimasiya nəticəsində düşür. Sublimasiya deyəndə bizə mənfi temperaturda, yəni qar şəklində düşür. Bu da əlbəttə harda olacaq? Kanadada olacaq. Deməli, doğru cavabımız artıq özünü təsdiqləyir. 1-3-5-i verirəm 2-yə, 1-3-5. Mənim doğru cavabım olacaq A variantı. Sonra 13-cü sual məndən nə istəyir? 13-cü sual məsələdir. Baxaq, məsələmiz nə istəyir? Deməli, şərti budur. A məntəqəsində günəş şüalarının düşmə bucağının və qütb buludunun görünmə bucağı eyni olduğu vaxt B məntəqəsində günəş şüasının düşmə bucağını hesablayır. Biz bunu etap-etap işləyəcəyik, tələsmədən. A məntəqəsində, baxın burada, günəş şüasının düşmə bucağı qütb buludunun düşmə bucağına bərabərdir. Biz 35 dərəcədə dayanmışıqsa, deməli, neçədə durmuşuqsa, qütb buludu o dərəcə bucaq altında görünür, yəni 35. Əgər misal üçün mən deyirəm, mən 80-də durmuşamsa, 80 dərəcə bucaq altında. 40-da durmuşamsa, 40 dərəcə bucaq altında. Bu 35 olmalıdır. Yəni 35 dərəcə bucaq altında görünməlidir. Aha. Deməli, 35 dərəcə, bir də onu səliqə ilə yazaq. Deməli, olacaq. Mən burada durmuşamsa, 35 dərəcə bucaq altında mən qütb buludunu görürəm. Bir də deyir ki, günəşin düşmə bucağı da buna bərabərdir. Yəni, elə 35 dərəcədə günəş düşmə bucağı buradadır. İndi mən baxın, görün, bu mənim enim var, düşmə bucağım var, amma mənim zenitim yoxdur. Görün, günəş harada zenitdə dayanım. Düsturdan istifadə edərək, düşmə bucağı, daha doğrusu 90 dərəcə çıx. Deməli, elim nədir? En çıx zenit, enim 35-dir. Zenitim bilmirəm, çıx plus zenit yazacağım. Düstura əsasən zenitim bilinmir. Bərabərdir bucaq. Bucağım da 35-dir. 35-dir. İndi mən bunu nə edirəm? Adi düstur şəklində 35 çıx plus zenit. Bu elə bilim mənim x-ımdır. 90-dan da 35 çıxanda eləyir 55 dərəcə. Bu da, baxaq indi çıx seçək yoxsa plusu. Bunun qısa bir dənə yolunu mən sizə deyəcəm. Daha rahat. Deməli, mən düşmə bucağı ilə eni toplayıram beynimlə. Əgər bunlar 90-dan böyüdürsə, çıxıram. 90-dan kiçikdirsə toplayıram. Baxıram ki, 35-in üstünə 35 yəni 90-dan kiçik olur. Ona görə toplamanı seçirəm. Toplamanı. Bu da belə olur. 35 plus zenit bərabər 55. Toplanan cəm. Deməli, zenitim neçə olacaq? Zenitim 20 olacaq. Yəni, 35-in üstünə 20 gələndə eləyir 55. Sən demə, mənim günəşim 20 dərəcə cənubdadır. Niyə cənubda deyirəm mən bunu? Ona görə mən bunu cənubda təyin edəcəm ki, toplamadan istifadə eləmişəm. Baxın, günəş 20 dərəcə cənubda zenitdədir. Həqiqətən də yoxlayaq, 35-in üstünə 20 gələndə 55, 90-dan da 55 çıxanda cavab eləyir 35. Bunu işləyəndə yerinə qoyub yoxlaya da bilərsiniz. Məsələnin davamı var. Bizə deyir ki, görünmə bucağının eyni olduğu vaxt B məntəqəsinə günəş şüasının düşmə bucağını tapın. B neçədədir?
və 25 cənubdadır. Günəşi də tapmışam, 20-dədir də, düzdür? 20 ilə 25-in arasında neçə dərəcə var? 5 dərəcə var, düzdür? 5 dərəcə. Və arasındakı fərqi tapıram. Sonra 5 dərəcədə, daha doğrusu 90-dan 5-i çıxacaq. Düz sıraya əsasən də yerinə qoyub bunu işləyə bilərik. 90-dan da 5-i çıxacaq, eləyir 85 dərəcə. Sən demə bura günəş 85 dərəcə bucaq altında düşəcək. Deməli, bu məsələdə sadə kimi görünür, amma yenə qeyd edirəm. Yadımızda saxlayaq ki, qəbul tipli məsələlərdə bu cür salırlar. Deməli, qütb ulduzu hansı endə dayanırsansa, həmin bucaq altında da düşəcək. Bunu yadımızda saxlayaq. 14-cü məsələyə gedirik. 14-cü məsələdə horizontalları verib bizə. Baxıram ki, berqışlıqlar çölə doğru çəkilib. Deməli, bu mənə nə deməkdir? Yəni, bu dağdır. Bu şəkildə də bunu işləyə bilərsiniz. Hansı daha əlverişlidir, o yolla istifadə edin. Horizontallar sayıram. 1, 2, 3, 4, 5, 6 dənə horizontal var. 1, 2, 3, 4, 5, 6 dənə horizontal. Deməli, bura dəniz veribsə, uşaqlar, yadınızda saxlayın ki, bura 0-dır. Bu dənizi boşuna verməz. Mən o dəniz üçündə, bax, bir dənə çəkirəm, buraya yazıram 0. Bu dənizin kənarıdır. 1. Aha, deməli, nə verib yerinə qoyaq? Ən yuxarıda, daha doğrusu, yəni rəngini dəyişək. Deməli, ən yuxarıda bizə verib B nöqtəsi. Baxın, burada oldu mənim B nöqtəm. Bu horizontalda olacaq mənim A nöqtəm. Bu horizontalda olacaq mənim, deməli, C nöqtəm. C nöqtəm. Mənə deyir ki, A məntəqəsində təzyiq olacaq 620. Yazdım bura, təzyiq oldu burada 620 mm civə üstünə. B və C məntəqələrinin müvafiq atmosfer təzyiqini hesablayın. Deməli, məndən istəyir ki, B və C məntəqələrinin müvafiq atmosfer təzyiqini tapın. B ilə, deməli, C arasında ayrı-ayrı. B-ni də tapacaq, C-ni də tapacaq. Nə edirik? Bizə 0 veribsə, deməli, dəniz verir, bilirik ki, normal atmosfer təzyiq 760-dır. Nə edəyək? Deməli, 760-la 620-nin arasında təzyiq tapaq. 620-nin arasında təzyiq tapaq. Bu eləyəcək 140. Bunların arasında 140 təzyiq var. 140 təzyiqi də aralarına bölək. Bax, burada hesablanır. 1, 2, 3, 4 dənə. 140-ı da bölürəm 4-ə. 140-ı 4-ə biləndə eləyir 35 mm civə sütun təzyiqdir. İndi mən seni rahat tapa bilərəm. Çünki, bax, S ilə bunun arasında 35 var. Mən də bilirəm, təzyiq yuxarıya doğru azalır. Deməli, 760-dan mən 35-i çıxanda eləyir cavab 725, 2 yerdə var. Sonra gəlir, artıq mən seni tapmışam. S-də təzyiqim oldu 725. Bu 1. İndi B-nin təzyiqini axtaraq. B-də nə istəyir bizdən? Deməli, A-nın artıq 620 qeyd edib. Bunların arasında 2 ilə ara kəsmə. Hərəsində 35-35 isə eləyir deməli 70. Düzdür? 70 dərəcə təzyiq. 620-dən 70 çıxıram. Niyə çıxıram? Çünki yuxarıda təzyiq azalır. 620-dən də 70 mm civə sütunu çıxanda doğru cavabım olacaq 550 mm civə sütunu. 550 mm civə sütunu olacaq. Doğru cavabım C variantı. 15-ci sual. 15-ci sual nə istəyir bizdən? Bizə deyir ki, ölkə əhalisinin 25% şəhərdə yaşayır. Əhalinin ümumi sayısı 48 milyon nəfər olarsa, kənd əhalisinin, deməli, kənd əhalisinin sayını tapın. Nə edirik biz burada? Məsələdir, ölkə əhalisinin 25% şəhərdə yaşayır. Əhalinin ümumi sayı. Aha, əhalinin ümumi sayı 48 milyon, eləmi? Bunun 25% şəhərdə yaşayır. 25% şəhər. Şəhərdə yaşayanlar çox primitiv məsələdir. Deməli, 25-i şəhərdədirsə, bizə bu şəhərdir. Bunu yenə bizə urbanizasiya da verə bilər. Yəni şəhəri. Qalan da kənd əhalisidir. Bura 25%-dir. Avtomatik mən bilirəm ki, bura 75 olmalıdır da, düzdür? Ümumi əhalinin 48 milyonu mən 100% götürəcəm. 100% götürəcəm. Deməli, 100% götürəmsə 75. Elə bir dəfə kənd əhalisini axtaraq. 75%-im də x verək. X ilə bərabər 48 vururam 75-ə, bölürəm 100-ə. Daha doğrusu bunu bu hissədə qeyd edeyim. Deməli, biz bunu tənasibə verəndə 48 vur 75 bölürəm 100-ə. Elgir ixtisara gedəndə mənim doğru cavabım eləyəcək 36 milyon. Sən demə mənim kənd əhali 36 milyon olacaq. Baxaq variant olaraq hansını götürüblərsə qeyd edirik onu. Deməli, variant olaraq C variantını götürürük. Doğru cavabımız C variantı. 16-cı testə baxaq. Görək nə istəyir bizdən? 16-cı testdə. Deyir ki, hansı məntəqədə kontinentallıq daha çoxdur? Kontinentallıq deyəndə bizə
daha çox deməli gün ərzində və yaxud da il ərzində gün ərzində gecə və gündüzün arasında fərqin çox olduğunu istəyir. İl ərzində desək, yəni ilin ən soyuq ayı ilə ən isti ayın arasında fərq ən çox hansısa onda olacaq. Biz də baxırıq bunlara, deməli baxaq görək nə istəyir bizdən. Deməli 15-dən 4 çıxanda. Çünki mənfidir axı. 15-dən 4 çıxanda mənim eləyəcəyim doğru cavabım bu 2 mənfi bizə müsbət verir. Oldu bu 19. Sonra buna baxaq. Görə ən böyük hansısa biz onu götürəcəyik. 7-dən də 0 çıxanda, müsbətdən daha doğrusu gündüzdən gecəni çıxanda bu elədi 7. Sonra 30-dan 24 çıxanda elədi 6. 14-dən 4 çıxanda eləyir 12. Mənfi 5-dən də mənfi 8 çıxanda bu bizə toplama verir. Bu da olur 3. Daha doğrusu 3 eləyir. Məndə deməli ən böyük fərq 19-da olacaq. Yəni birinci A variantı doğru cavab hesab olunacaq. Sonra 17-ci suala baxaq. Deyir ki, pazol torpaqların üstünlüyü təşkil etdiyi əraziləri təyin edin. Pazol bizə deyəndə, mən bunu dəfələrlə qeyd etmişəm, pazol torpaqlar mülayim iqlim qurşağında yerləşən tayqa meşələrində. Tayqa meşələrində özünü göstərəcək. Baxa, bu hardadır? Qütbə yaxın olan yerləri götürəcək. Məsələn, biz çıxdaş etməklə də həll edə bilərik. Məsələn, Turan ovalığı isti olan yerdir, ola bilməz. Sonra, deməli, doğru cavabın B variantı olacaq. Qərbi Sibir, Skandinaviya, Orta Sibir yayası. Qütbə yaxın olan yerlərdir. Hansı ola bilməz? Yurtlandiya istəyirdi, Turan istəyirdi, ola bilməz. La Plata da ola bilməz. Orlu torpaq adasında qətiyyən ola bilməz. Anadoluda ola bilməz. Doğru cavabın B variantı. 18. Adaları ölkələrə görə qruplaşdırın. Deməli, Sulawesi Filipinə uyğun deyil. Sulawesi İndoneziya adasıdır. İndoneziya dövlətinə aiddir. Ona görə bir harda varsa, onsuz da heç yoxdur. Sonra Banks-adası Kanadaya, deməli 2 doğrudur. Siciliya İtaliyaya aiddir. Bəli, Siciliyadır, Sardiniyadır bunlar. Hokkaido Yaponiyaya aiddir. Yaponiyanın 4 dənə nəhəng adasından ən böyüsü hesab olunur. 2, 3, 4 doğru cavabım. Deməli 2, 3, 4 B variantı olacaq. Sonra getdik 19-cu suala baxırıq. Müasir kataklizmlər müşahidə edilir dağlar. Uşaqlar çox vaxt kataklizm sözünün anlayışını bilmirlər. Kataklizm yəni aktiv olan geosinkronal demək. Geosinkronal sinonim kimi bunları ifadə edə bilərik. Yəni bu ola bilər həm tavaların toqquşmasına, həm də ayrılmasına, divergentində yarananlar. Baxırıq, bura uyğun gələnlər də cavan dağları götürəcək. Harda qədim dağlar var, onları çıxaq. Deməli, A variantında Appalaç qədimdir, getdi. Sonra C variantında Ural qədimdir. Sonra D-də Uraldır, Kapdır, Appalaçdır, hamısı qədimdir. Verxayanskidir, Mezozoya aiddir. Ona görə doğru cavabı B variantı. Kaynazoya aid uyğun gələn dağları götürdük. 20-ci sual, burada biraz açıqlıq yaradaq. 20-ci sualda bizdə məsələdir. İndi biz məsələni bərabər işləyəcəyik. Məsələn, gedişatına baxırıq. B-də saatı bizə verib 11:00. 11:00 budur. Bizdən A-nı istəyir, bir də C-nin saatlarını istəyir. Biz nə edirik? Baxırıq ki, B 20 qərbdədir, 0 var burada. Buna əsasən təyin edirik. 20 qərbdədir, A da 20 şərqdədir. Bunların arasında neçə dərəcə var? Bunların arasında 40 dərəcə var, eləmi? Biz də bilirik ki, yer kürəsi 1 saata 15 dərəcə dönür. Bəs görək 40 dərəcə neçə saata dönər? 40 dərəcəni x-a verək. Tənasibədə də verə bilərik 40 dərəcəni. 40-ı da 15-ə bölək. Deməli, biz 40-ı 15-ə böləndə mən özüm bunu böləcəm. 40-ı bölürəm 15-ə. Eləyir 2, 30. Yerdə qaldı 10. Yerdə qaldı 10. Biz bu 10 qalıq var, ha. Bu 10 qalığı 4-ə vuracaq. Niyə? Çünki 4 dəqiqəyə, 1 dərəcəni də 4 dəqiqəyə dönür. 4-ü vururam 10-a, eləyir 40. 2, 40. Cavabın birini tapmışıq. Deməli, bizdə 2:40 oldu məndə A, daha doğrusu bunların arasında 2 saat 40 dəqiqə, 2 saat 40 dəqiqə fərq var. B-də saat axı mənə verib 11:00-dur. 11:00-ın üstünə mən gəlirəm 2:40. Niyə üstünə gəlirəm? Çünki şərqə doğru getdikcə günəş şərqdə çıxır axı. Saat daha irəli olmalı. 2:40. 11:00 olsa 2:40 gələndə eləyir 13:40. Cavabın biri hazırdır. 13:40. Sən demə A-da, baxın, 13:40. Aha, bir də qeyd edəcəm bunu. Deməli, 13:40 oldu mənim A-da olan saatım. Bunu qoyduq kənara.
Variant olaraq da mən artıq 13-40-ı görürəm C variantını, amma yenə görək C-də 20-20-dirmi yoxsa yox. Bunu nə edirik? A-da mən artıq 13-40 olduğunu bildim. A oldu 20 şərqdə, C-də oldu 120-də. Bunların arasında 100 dərəcə var. Düzdür? Yəni 100 dərəcəni saata çevirək. Yenə 100 dərəcəni saata çevirəndə 100-ü də bölürəm 15-i. 100-ü də bölərəm 15-i, eləyir 6, yerdə 10 qalır. Onu da vururam 4, eləyir 6-40. Bunların arasında deməli, bunların arasında mən bunu bu şəkildə verəcəm. Bunların arasında 6 saat 40 dəqiqə var. 6 saat 40 dəqiqə. Deməli, A-da saatı neçə tapmışam? 13:40 toplayacağam. 13:40-ın üstünə gəlirəm 6. Deməli, 6:40-ı gəlirəm. Bu 40'ları toplayanda 1 saatdan çox eləyir. 1 saat 20 dəqiqə. Düzdür? 13 üstünə 6, 19, 1 saat 20 dəqiqəndə eləyir. 20-20. Mənim artıq C variantında cavab özünü təsdiqlədi. Yadımızda saxlayaq. Şərqə doğru getdikcə saat daha çox irəli olur. 21-ci suala baxaq. 21-ci sualda bizə deyir ki, deməli, cəryanları verib, onları uyğunlaşdırmalıyıq. Doğru cavabı müəyyən. İsti cəryan, soyuq və isti cəryan. Baxa, A variantına Alyaska bəli, isti cəryandır. Kamçatka, deməli, Kamçatka soyuq cəryandır. Amma Somali isti cəryan deyil, soyuqdur. Ona görə A variantı ola bilmir. Qərb külələ isti ola bilməz, B getdi. C variantına baxaq. C variantında Mozambik istidir, özünü təsdiqləyir. Somali soyuq özünü təsdiqləyir. Falkland amma soyuq. Ona görə C variantı ola bilmir. Sonra isti Şərqi Avstraliya doğrudur. Materiklər ümumiyyətlə cənubda şərq hissəsindən isti cəryanlar. Daha doğrusu şərqindən isti keçir, qərbindən soyuq keçir. Kaliforniya bəli soyuq cəryandır, Qolf Stream isti cəryan. Doğru cavab D variantı olacaq. Deməli, keçdi 22-ci suala. Doğru sıranı istəyir bizdən. Bentonit daşçılarda qazaqdır. Bəli, qara metallurgiyada qərb tökmədə istifadə olunacaq. Doğrunu istəyirsə mən biri götürəcəm. Sonra 2-yə baxaq. Travertin şahtaxtı Zəncilanda deyil. Travertin Naxçıvan ərazisində, ona görə 2 olan harda varsa biz 2-ləri. Deməli, 3-cü suala baxırıq. Xromit Qaradağ Laçında. Xromit bəli Laçında, bir də Kəlbəcərdə var, amma Qaradağ mis yataqdır. Ona görə 3 də olmaz. Biz biri götürmüşüksə, 2-lər gedirsə, deməli doğru cavabım C variantı. 1, 4, 6. Siyolikçili Ağdağda, Tovuzda bəli. Sonra bir də 6-da Dəmir Hamamçay Daşkəsən. Doğru cavabım C variantı olacaq. 23-də məsələ verib bizə. Görək məsələdə bizdən nə istəyir. Deməli, ölkədə əhalinin sayı ölkədə əhalinin sayı 14 milyon nəfərdir. Əhalinin milli tərkibində, deməli bu mənim 14 milyonum ümumi əhalinin sayıdır. 14 milyon. Əhalinin milli tərkibi 60% yerli xalqlardır. Baxın, burada 60%. Faiz nə verib mənə? 60% yerli xalqlardır. 25% qonşu ölkənin xalqları təşkil edir. Nəzərə alaraq digər xalqların sayını tapın. Deməli, 60%, bir də 25%. Elə digər xalqlarda var. Bizdən digər xalqı istəyir. Belə eləyir. Mən 60 ilə 25 toplayaram, eləyir 85%. Düzdür? Ölkə ərazisində 100% eləməlidir. 14 milyonu mənim 100%-dirsə, yəni bunu burada qeyd edilir. 14 milyonu mənim 100%-dirsə, ən qısa yolu budur bunun. Mən 85% axtarım. Daha doğrusu 85%-im mənim bunlarda yerdə nə qalır? 100-ü tamamlamaq üçün. 25% qalır da. 25-in üstə, daha doğrusu 15%. Çünki 85-in üstə 15 yerində 100-ü tamamlamalıdır. Mənim 85%-im bu xalqdır. Mənə digər xalqlar istəyir. Bu 15%-in nə qədər olduğunu istəyir. Ona görə biz ən qısa yol budur. 15% axtarıb. Bu cürdə tapmaq olar. 85-i tapıb sonra bundan çıxa bilərdik. O cürdə bunu həll etmək olar. Bu da deməli doğru cavabım X-da bərabərdir olacaq 2,1 milyon. Artıq mən 15%-in 2,1 milyon olduğunu təsdiqlədim. Sonra 24-cü suala baxaq. Nə istəyir məndən? Böyük Qafqazda yerləşən dağ zirvələri müəyyən edin. Bu olacaq Dübrar 1. Sonra Kiçik Qafqazda Naxçıvan ərazisində yerləşir, 4 ola bilməz. Qızılboğaz vulkanik yaylarda yerləşir, Kiçik Qafqaz ola bilməz. Sonra deməli Bazargöt bəli 4000-dən yuxarıdır, bir də 6. Qızılyurtda Lənkəran ərazisində Kiçik Qafqaza aiddir. Deməli 1, 3, 6 mənim doğru cavabım oldu. 25-ə baxaq. 25-in şərti nə istəyir bizdən? Qeyd edir ki, 40 cənub enliyi, 65 şərq uzunluğu haqqında verilən fikirlərdən hansı doğrudur? Gəl biz bunu, mən sizə bunu cənub olaraq çəkirəm.
40 cənub enliyi. Bu mənim 40 cənub enliyimdir. 65 şərq uzunluğum. Bu da mənim olsun 65 şərq uzunluğum. Nöqtənin kəsişi buradır. Doğrunu istəyir məndən. Deyir ki, 4-cü saat qurşağında yerləşir. Saat qurşağında harada yerləşdiyini müəyyən eləmək üçün biz bunu uzunluğa baxırıq da. 65-i bölürük, deməli 15-ə. Niyə 15-ə? 1 dərəcə 15 dərəcəyə fırlanır. 1 saatı daha doğrusu. 15-ə bölək. Bu eləyəcək deməli 4. 4-cü saat qurşağı 60. 5 7 10-da 5-dən kiçik olduğu üçün mən artıq deyirəm ki, bəli bu 4-cü saat qurşağında yerləşir. Deməli bir doğrudur. Məndən də doğrular istəyir. Məndən doğrular istəyir. Biri götürürəm. Deməli, biri götürəcəm. 2-yə gedək. Qütb ulduzu 40 dərəcə bucaq altında görünür. Ümumiyyətlə, cənub yarımkürəsi olanda heç vaxt qütb ulduzunu görə bilmərik. Biz mütləq şimalda olmalıyıq ki, o gün ulduzu görək. Çünki qütb ulduzu ancaq şimalda görsənə bilir. 2 ola bilməz. 1 dərəcəlik paralel qövsünün uzunluğu 115 km. İndi diqqətli olun. 1 dərəcəlik paralel deyir ha bizə, paralel, meridian demir. İndi baxın, 40-da axı 1 dərəcənin qiyməti 85,4 kilometrdir. Ona görə 3 də səhvdir. 4-ə baxaq, 22 dekabrda yay fəsli müşahidə olunur. Bəli, 22 dekabrda günəş cənubda zenitdə olduğu üçün cənubda yaydır. Deməli, 4 də doğru olacaq. 5-ə baxaq. Yerləşdiyi saat qurşağının orta meridianını təşkil edir. Orta meridian deyirsə, yəni bu 15-ə tam bölünsün, qalıq qalmaz. Amma burada görürük axı biz qalıq qalır. 4, yerdə də 5 qalıq qalır. Ona görə orta meridianı deyil, nisbətən kənar meridianına yaxındır. Ona görə 5-də olmur. Yerli vaxtı, Bakının yerli vaxtına irəlidir. Bakı 50-də yerləşir. Baxaq görə irəlidirmi? Əlbəttə irəli olacaq. Çünki günəş şərqdə çıxır, daha çox buranı görür, sonra isə Bakını görür. Doğru cavabım 1, 4, 6 oldu. Sonra 26-ya baxırıq. 26-da nə istəyir? Xəritə sxemə əsasən labrador, kola, bir də timer yarımadalı müvafiq olaraq müəyyən eləyin. Bizdə, deməli, bizdən labradoru istəyir. Labrador yarımadası yerləşəcək bu 2-də. Sonra kola yarımadası 3-də. Bir də timer istəyir. Timerda 5-də verdik. Cavabımız hazırdır. Doğru cavabımız ardıcıllıqla 2, 3, 5 olacaq. Situasiyaya gedək. Situasiyaya gedək. Bunlar bizə mane olmasın deyənə siləcəm. Situasiyada nə istəyir bizdən? Deməli, deyir ki, Azərbaycan ərazisində yerləşən A fiziki coğrafi vilayətinin yüksəklik qurşağı qanuna uyğunluğu pozulub. Pozulub deyirsə yüksəklik. Biz bilirik ki, bu yalnız və yalnız Talış dağlarındadır. Talış dağlarında inversiya başlar verir. Yuxarıya doğru getdikcə temperatur azalır. Temperaturla əlaqədar olaraq landşaftda dəyişiklik baş verir. Deməli, vilayətdə əsasən rütubətli subtropik iqlim şəraiti hakimdir. Burada meşə landşaftı geniş yayılmışdır. Vilayət 2 tektonik zonada yerləşir. Bu zona işğaldan azad edilmiş əraziləri də əhatə edir. Deməli, bu nədir? A fiziki coğrafi vilayəti daha geniş yayılmış iqlim tipləridir. A fiziki coğrafi vilayəti olacaq Lənkəran. Rütubətli subtropik iqlimdir. Subtropik meyvəçilik geniş yayılmışdır. Lənkəranda meşə landşaftı özə düzən meşə, yəni introzonal meşə özünü göstərəcək. 2 tektonik zona deyirsə bizə, bu deməli olacaq Kiçik Qafqaz tektonik zonası, bir də olacaq Kür dağarası tektonik zonası. Bu 2 dənə. Bir də deyir, bu zona işğaldan azad edilmiş əraziləri əhatə edir. Əraziləri işğaldan azad edilmiş əraziləri də əhatə edir. Həmin o tektonik zonanı nəzərdə tutur. Bu da Kiçik Qafqazda bayaq dedik. Kiçik Qafqazda bəli Qarabağ olan hissəni nəzərdə tutur. Deməli, geniş yayılmış iqlim tipini müəyyən edin. Ümumiyyətlə, Lənkəranda ən çox yağış Aralıq dəniz iqlim tipini xatırladır deyənə, yağışın düşəcəyi mənim qışda. Qışda yağış düşürsə, deməli, bunun yayı quraq keçən, qışı rütubətli olan isti iqlimdir. Bir də yağıntıları bərabər paylanan isti iqlimdir. Ümumiyyətlə, Cənub zonasının soyuq iqlim tipinə rast gəlmirik. 29. Bizə deyir ki, A fiziki coğrafi vilayətində mövcud olan əsas torpaq tiplərini müəyyən edib yazın. Əsas torpaq tipləri biz xüsusi olaraq sarı torpağı verə bilərik. Əsasən sarı torpaqları verək. Sonra 30-a baxaq. Fiziki coğrafi vilayətdə olan relyef formalarını və suxların geoloji yaşını müəyyən edin. Relyef formalarını bizdən istəyirsə, Lənkəran ovalığını verə bilərik. Xüsusi olaraq Lənkəran ovalığı. Suxurların geoloji yaşını bizdən istəyirsə,
antropogen suxurlar, 4-cü dövr suxurlarını da qeyd edə bilərik. Testimiz yekunlaşdı. Ümid edirəm faydalı olacaq. Dinləmədə qalın, izləmədə qalın. Digər testlərin də izahı paylaşılacaq. İzlədiyiniz üçün təşəkkür edirəm.